Əziz, hörmətli izləyicilər, bugün bizim klubumuzda artıq ikinci duel döyüşü baş tutacaq. İsmailov Nihat və Musayev İmran arasında keçiriləcək. Qeyd edək ki, bizim televiziya yayımımızda siz tekvando yarışlarına nəzər salacaqsınız. Bir qədər sonra oyunlar, döyüşlər başlayacaq. Tatamiyə dəvət olunur İmran Musayev. Və onu nakalt eləyəcəm birinci rounddan. O udacağını bilir də. Bu qədər. Tatamiyə dəvət olunur İsmailov Nihat. İmran, kim yuxuya birini görərik də. Belə maç start götürür. Bu döyüşdə uğurlar arzulayırıq. Qaydalar başa salınır təbii ki. İdmançılar bu qaydaları çox yaxşı bilirlər, amma bu lazımlı. Artıq döyüş başladı. Başa zərbə var idimi? İtiraz var. İtiraz var. Görək. İtiraz var. Gəlsin 10 saniyə. Qərar gözlənilir hakimlər tərəfindən. Nə qərar qəbul olunacaq? Çox maraqlıdır. Hər iki tərəf veriləcək qərar. Varmaz nə qədər, nə dərəcədə özünü doğruldacaq. 3 xal, bəli 3 xal. Etirazımızı etdik, haqlı etiraz oldu. Zərbə gəldi, amma bu xal dəyəri qazanmır. Əvvəlki kimi. Bəli 2 xal gəldi. Zərbə gəldi. Etiraz var, görək. Bu etirazlar qəbul olunacaqmı? Xeyr, etiraz qəbul olunmur. İndi daha məsuliyyətli, daha cəhd davranmalı. Başa zərbə var idimi? Son 13 saniyə. Əli xəbərdarlıq deyəsən. Məsələ uzanacaq bir qədər. Son 13 saniyə. Növbəti hissəyə hazırlaşırıq. Bir dəqiqəlik fasilə var. Güvənirik, inanırıq. Görək. İkinci round start götürəcək. Əsəbləşir. Ramazan baş məşqçisi. İtiraz var. İtirazlar qəbul olunacaqmı? Qərar gözlənilir hakimlər tərəfindən. Nə qərar qəbul olunacaq? Çox maraqlıdır. Açıqlanır, bəli, etiraz qəbul olunmur. Etiraz qəbul olunmur.
hazırki vəziyyətdə. Zərbə gəldi. Zərbə gəlir, ardıcıl 2 zərbə. Dəqiqdir, birbaşa zərbə indirmək istədi. Bu dönərək birbaşa təkliklə zərbə indirdikdə bu isə 5 xaldı və rəqibini ikinci hissədə məğlub etməyi bacarır. Artıq sonuncu hissədir. Sonuncu hissədir. Artıq addım çempionluğa gedirik. Qızıl medala doğru irəliyirik. Yenidən xəbərdarlıq 5-0. Zərbə gəldi, amma bu xalq dəyəri qazanmır. İcazə vermək olmaz. Bitdi əziz tamaşaçılar. Rəqibini məğlub etdi. Təbriklər. Buna layiqsən. Bu sənin haqqındır. Belə, əziz tamaşaçılar, artıq Tekvandoda finallar yekunlaşdı. Beləliklə bugünkü döyüşün qalibi Nihat İsmailov oldu. Gəlin indi isə onun təəssüratlarını öyrənək. İmran demiş ki, kim səni yuxuya verəcəm. Gördük də kim kimi yuxuya verir.